orucluya iftar yedizdirmək, yəni iftar süfrəsi vermək, bu da ibadətdir. Ramazan ayının 10 günlükləri əvvəli, ortası və axırı arasında bir fərq varmı? Razıyam ki, həqiqətən də çox israfçılıq halları baş verir. Gözəl sualdır əslində, doğrudan da yəni müzakirə olunan mövzulardandır. Əssalamu aleykum əziz izləyicilər. Ümid edirəm ki, artıq hər həftə Mədinə Saatı verilişini gözləyirsiniz. Biz də həmçinin hər həftə Mədinə Saatı verilişi olaraq sizin qonağınız olmağı səbirsizliklə gözləyirik. Bugünkü qonağımız Mədinə İslam Universitetinin doktorantı Sahib Əsədovdur. Bismillah, elhamdülillah, və salatu və salamu ala Rasulillah və ala alihi və mən vələ və mən istənnə bi sünnətihi ilə yevmiddin. Əmmə ba'd, əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Xoş gəlmisiniz Sahib müəllim. Xoş gördük. Mən də sizə təşəkkür edirəm bu dəvətə görə. Uca Allahdan istəyirəm ki, bu verilişi xeyirli, bərəkətli və davamlı eləsin. Amin. Sahib müəllim, sizlə görüşümüz artıq Ramazan ayının ikinci 10 günlüyünə təsadüf edir. Ümumiyyətlə Ramazan ayının 10 günlükləri əvvəli, ortası və axırı arasında bir fərq varmı? Xeyr, bu bəzilərinin inandığı, yəni ilk 10 günlüklə ikinci 10 günlük arasında olan fərq, belə bir fərq yoxdur. Yalnız sonuncu 10 gündə fərq var və bunun fəziləti haqqında rəvayətlər var, Quran ayəsi var, hətta Qurani-Kərimdə Qədir surəsi bu haqda nazil olub ki, son 10 gündə Qədir gecəsi var və Allahın elçisi sallallahu aleyhi və səlləm Ramazanın ilk 10 günündə, ikinci 10 günlüyündə normal yatardı, durardı, yəni öz ibadətlərini eləyərdi. Lakin son 10 günə xüsusi diqqət ayırardı Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm. Və son 10 gündə özü ibadətə qalxardı, günün bir hissəsini işadan sonra bir qədər yatar, sonra oyanar, ailəsini də oyadardı ibadətə və bu da onu göstərir ki, yəni Ramazanın ilk 10 günlüyü ilə ikinci 10 günlüyü arasında elə də bir fərq yoxdur. Son 10 günlüyündə fərq var və Allah Teala Qurani-Kərimdə Qədr surəsində deyir ki, Leylətul Qadri xeyrun min əlfi şəhr. Qədr gecəsi 1000 aydan daha xeyirlidir. Yəni belə bir fəzilətli gecə son 10 gündədir və Allah Resulü sallallahu aleyhi və səlləm hədislərində buyurub ümmətinə xəbər verib ki, həmin gecəni Ramazanın axır 10 gününün tək gecələrində axtarsın ümmət. Bəli. Və bizə aydın olur ki, deməli ilk 10 günlüklə ikinci 10 günlüyün elə bir fərqi yoxdur. Əsas fəzilətli gecələr son 10 gündədir və onun tək gecələrindədir. Bir məsələni də qeyd edeyim. Bu ümumi cavab təbii ki, sadəcə bir müsəlman Ramazan ayına ümumi vacib bir əməl kimi yanaşmalıdır. Fərz kimi yanaşmalıdır və hər günün xüsusi əcrinin olduğunu və hər günə xüsusi hazırlaşmalıdır, belə düşünməlidir və ona görə də Allah Resulü sallallahu aleyhi və səlləm hədislərdə günləri elə də fərqləndirməyib. Deyib ki, mən samə Ramazanə imanən və ihtisabən ğufirə ləhu mə təqəddəmə min zənbihi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə deyir ki, kim Ramazanı imanla, əzrini, mükafatını Allahdan gözləyərək, umaraq tutarsa, onun günahları bağışlanar, keçmiş günahları bağışlanar. Təbii ki, burada kiçik günahlardan söhbət gedir. Xülasə, hədisdə ümumi dedik, kim Ramazanı bu formada tutarsa mənasında. Deməli ki, bu günlər fərqlidir bu günlər. Təbii ki, son günlərin fərqi haqqında izah elədik ki, xülasə cavabımız budur ki, Ramazanın son 10 günün tək gecələrinə xüsusi diqqət yetirmək lazımdır. Amma ilk 10 günlüklə ikinci 10 günlüyün elə də bir fərqi yoxdur. Bu barədə çox vaxt bir hədis eşidirik. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm buyurur, Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, sonu isə cəhənnəm ateşindən qurtuluşdur. Bu hədis barədə nə deyə bilərsiniz? Hədis səhihdirmi? Bu hədis, xeyr, bu hədis səhih deyil. Təbii ki, məşhurdur ümmət arasında bu hədis. Lakin bu hədis zəifdir. Hətta münkər deyənlər də var alimlərdən. Və bu hədis, sual verilə bilər ki, bu hədisdəki problem nədir? Bu hədisdə iki aspektdən problem var. Yəni, hədis elmi aspektindən iki problem var. Və hədis terminologiyasında birinci problem inqita olaraq ifadə olunur. İnqita odur ki, hədisdə kəsinti var. Yəni, Salman Əl-Farisidən gələn bu rəvayət Səid ibn Müseyyiblə Salman Əl-Farisi görüşməyib. Bunlar bir-birindən bu rəvayəti görüb götürməyiblər. Aydındır, bu inqitadır. İkinci problem isə odur ki, hədisdə zəif ravi var. Yəni, zəif bir rəvayətçi var və onun adı da Əli ibn Zeyddir. Və həmçində bu hədisin ümumən zəif olması haqqında qədim alimlərdən Əbu Hatim Ər-Razi və həmçinin Əl-Ayni, müasir alimlərdən isə Şeyx Albani, Allah onların hamısına rəhmət eləsin,
Bu alimlərin rəyləri var. Bəziləri zəif deyiblər, bəziləri münkər hədis, yəni daha şiddətli sözlər deyiblər. Bəli. Müəllim, belə bir sualım var ki, Ramazan ayının ortasına yaxınlaşdıqca artıq oruc ibadəti və digər Ramazana aid olan ibadətlər bizim üçün adiləşir. Və bəzən həvəsimiz olmur və Ramazanın ilk günlərindəki kimi həvəslə, şövqlə etmirik əməlləri. Necə edək ki, o əvvəlki günlərdəki kimi ibadətləri həvəslə əda edək? Bəli, bu da təbii ki, baş verən bir haldır. Bir çox insanların yəni fizioloji olaraq yorulduğu bir hallar baş verir. Bu normal bir haldır əslində. İnsanın yorulması normaldır deyirik və insan buna görə çox üzülməli deyil ki, artıq sanki o yaranan yorğunluğu imanının zəifliyi kimi hiss edir və buna görə üzülür. Yəni bunu deyirik ki, bu normal bir haldır. İnsanın yorulması baş verə bilər. Lakin insan nə etməlidir? İlk öncə, yəni bu yorğunluğu normal qəbul edib nəfsini rəğbətləndirməlidir, ibadətə rəğbətləndirməlidir. Bundan öncə qeyd edəcəyim məsələ, yəni bunu birinci kimi hesab edə bilərik. O da insanın niyyətini təzələməsi. Yəni ən birinci biz bunu deməliyik. Niyyətini təzələməsi və nəfsi ilə mübarizə aparması. Ki, yəni insan bilsin ki, niyyəti təzələməkdə düşünməlidir, qəlbindən keçirməlidir ki, mən bunu edərkən Allahın razılığını qəsd edirəm və bundan savab umuram. Və bu çox mühüm məsələdir. Çünki niyyət mühüm məsələdir bu mövzuda. Və həmçinin də üçüncü məsələ kimi qeyd etmək olar ki, insan cəmaət namazlarına və həmçinin cəmaətlə olmağa fikir verməlidir. Bu da insandakı o zəifsizliyi bir növ aradan qaldırır. Yəni insan nə qədər cəmaət olarsa, o nəfsində yaranan zəifsizlik aradan qalxır və bunu insan özü də yəni təcrübədən keçirib görə bilər. Bəzən insan həddən artıq yorğun olur. Bəzən insan həddən artıq yuxusuz olur. Lakin bir qonağı gələndə, bir dostu ilə söhbət edəndə görür ki, artıq insanda bir əhval yüksəkliyi, ruhiyyə yüksəkliyi yaranıbdır və bu da cəmaət olmağın faydalarındandır. Bu da cəmaət olmağın bərəkətindəndir və insan çalışmalıdır ki, məscidlərə getsin, cəmaatla olsun, iftar süfrələrində cəmaatla bir yerdə olsun və şək yoxdur ki, məscidlərdə Ramazan ayında istər təravih namazları olsun, istər cəmaat namazları olsun, istər də iftar süfrələrində bir arada olmaq, insanlarla bu cəmaat formasında bunları əda etmək insanda həqiqətən də o yorğunluğu aradan qaldıran səbəblərdəndir. Daha bir dördüncü məsələ qeyd etmək istəyərdim. O da insanın səhur etməsi. İnsanın səhur etməsi, bir də yəni yuxu rejiminə fikir verməsi. Əgər insan sünnəyə uyğun yatmazsa desək daha doğru olar. Çünki Allah Resulü sallallahu aleyhi və səlləm işanı qalandan sonra yatardı. Yəni gecəni ibadət eləmək üçün normal yatardı ki, gecə yəni rahat bir şəkildə huzur içində ibadətini eləsin. Bir yatmağa fikir verməlidir insan, bir də səhur etməyə fikir verməlidir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədis şərifində buyurur ki, təsəhharu fə innə fis-səhuri bərakətən. Deyir ki, yəni səhur yeməyini yeyin, həqiqətən də səhur yeməyində bərəkət var. Xülasə olaraq bunları deyə bilərəm, bunları tövsiyə edə bilərəm. Müəllim, elə müsəlmanlar var ki, Ramazan ayının gündüzləri yataraq keçirirlər. Elələri də var ki, gecələri ibadətlə keçirtmək niyyəti ilə oyaq qalırlar sübhə kimi. Və gecənin çox hissəsini boş söhbətlər, lağlağı etmək, filmlərə baxmaq və bu kimi əməllərlə keçirirlər. Bu nə dərəcədə düzgündür və bu insanlar haqqında nə deyə bilərsiniz? Bu mövzu haqqında qısa bir fayda vermək istəyirəm və bu suala cavabı çox müxtəsər edəcəm. Hətta izləyicilərimiz üçün də maraqlı olsun. Bir yazımızı göstərəcəm, adını deyəcəm və internet üzərindən tövsiyə edəcəm ki, onu oxusunlar. Çünki bu mövzuda biz ətraflı bir məqalə tərcümə etmişik, kitabça da deyə bilərik. Kitabçanın adı belədir, internet üzərindən axtarsalar əgər, kitabçanın adı belədir. Ramazanda edilən pis vərdişlər. Yazsınlar internetdə və bunun PDF formatında da, istər məqalə formatında da oxuya bilərlər. Həmin yazıda biz bu haqda ətraflı danışmışıq. Və şək yoxdur ki, bu qeyd etdiyiniz sual, yəni Ramazanda edilən pis vərdişlərdəndir. Və dediyim kimi, həmin yazıda təxminən 11-12 pis vərdiş haqqında bəhs olunubdur və biz də bunu tərcümə edib internetdə yerləşdirmişik və izləyicilərimizə tövsiyə edirəm ki, Ramazanda edilən pis vərdişlər adlı yazını yazsınlar. İnşallah ki, qarşılarına çıxacaq və oradan oxuya bilərlər. Allah bərəkət versin. Onda gəlin Ramazan günündə edilən ibadətləri izləyicilərimizə xatırladaq. Ramazan ayında edilən ibadətlər əslində çətin deyil. Gözəl və rahat ibadətlərdir və təbii ki, xatırlatmaqda fayda var və xatırlatmaq möminlərə fayda verər.
İlk öncə bu mövzudan danışarkən ağla gələn oruc ibadətidir təbii ki. Və həmçinin növbətli ağla gələn iftar süfrələridir. O mübarək iftar süfrələridir ki, hər birimiz arzulayırıq cəmaatla bərabər iftar süfrələrində oturmaq, müsəlmanlarla bərabər. Həmçinin də Quran oxumaq. Bütün bu üç məsələ bizim ağlımıza gələn ibadətlərdəndir. Quran oxumaq, həmçinin təravih namazları. Yəni Ramazanın bəzəyi, Ramazanın gözəlliyi, xüsusən də Ramazanın son 10 günündə edilən, daha doğrusu çəkisi artan ibadətlərdəndir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm Ramazan boyu təravihləri qılardı, lakin son 10 gündə bu ibadətləri artırardı. Təkcə təravih namazlarından kifayətlənmək lazım deyil. Yaxın olan məscidlərə, hətta uzaq məscidlərə belə imkan daxilində gün ərzində namazlara getmək tövsiyə olunur. Bu da yəni cəmaatla qılınan namazlar məsələsidir. Cəmaatla bilirsiniz ki, namaz qılmaq tək namaz qılmaqdan 25 dəfə savabı artıqdır. Bəzi rivayətlərdə gəlir ki, 27 dəfə savabı artıqdır. Bu da çox mühüm ibadətdir, xüsusən də Ramazan ayında. Həmçinin də Ramazan ayında edilən ibadətlərdən başqa vaxtlarda necə ki, zikirlərə fikir veririk. Ramazan ayında da zikirlərə fikir vermək lazımdır. Səhər-axşam zikirlərinə bir çox müsəlmanlar görsən fikir vermirlər. Xüsusən də səhlənkarlığa yol verilir. Xüsusən də yeni ibadətə başlayanlar. Görsən ki, bəzi məsələlərdə Bismillah deyir, Elhamdülillah deyir, askıranda olan zikir deyir, evdən çıxanda, evə girəndə. Bu xüsusi zikirlərdir. Miniyə minəndə və s. zikirlər var da, yemək yeyəndə, qutaranda, səfərə çıxanda və s. Görsən, bu zikirləri eləyir. Amma səhər-axşam zikirlərinə gələndə görsən ki, fikir vermir. Əslində, asandır, kitablarda var, tərcümə olunubdur, bunlar hamısı var. Deməli, səhər-axşam zikirlərinə də fikir vermək lazımdır. Həmçinin ibadətlərdən orucluya iftar yedizdirmək, yəni iftar süfrəsi vermək, bu da ibadətdir. Bir də onu qeyd edeyim ki, Quran oxumağa çox fikir vermək lazımdır. Çünki Ramazan Quran ayıdır. Yəni biz bu ayda edilən ibadətlərdən danışırıqsa, Ramazan ayında Quran oxumağa ən çox vaxtını buna ayır demək lazımdır. Bir təravihlərə həris olmalıdır insan, bir də daha çox insan Allahın kitabı Quranı oxumağa fikir verməlidir. Yəni Quran kitabı bu ayda nazil olubdur. Bizim bundan daha mühüm hansı məşğuliyyətimiz ola bilər? Və çalışmaq lazımdır ki, bu ayda Quran-Kərimi xətm eləyək və vaxtımızı daha çox ayıraq və boş vaxt tapan kimi çalışaq ki, Quran oxuyaq. Yolda gedəndə açırsan, biraz oxuyursan, qonaq getmirsən, biraz boş vaxt var, yenə oxuyursan və yaxud da səfərə çıxdın, yolda oxuyursan, evdə boş oturmusan, yenə oxuyursan, namazdan sonra vaxtın oldu, yenə oxuyursan. Yəni hər bir fürsətdə Qurani-Kərimdən 10 vərəq oxusan gündə, vaxtını düzgün bölsən, Allahın izni ilə günə bir cüz oxuyacaqsan və Ramazan ayının əvvəlindən axırına kimi Qurani-Kərim kitabını bir dəfə əvvəldən sona kimi oxumuş olacaqsan və buna xüsusi təşviq edirəm. Bəli, var. Müəllim, Ramazan ayında iftar verməyi qeyd etdiniz. İftar yalnız kasıblara verilməlidir, yoxsa fərqi yoxdur? Ramazan ayında iftar süfrəsi kasıblara mı verilməlidir, varlılara mı verilməlidir? Bu mövzu haqqında elm əhli danışıblar əslində. Qədim kitablarda da müzakirə olunmuş, fiqh kitablarında müzakirə olunmuş mövzulardandır. Yaxşıdır ki, kasıblar o məclislərdə üstünlük təşkil etsinlər. Amma demək ki, varlılar orada oturmasın, sən niyə varlını çağırmısan və yaxud da sən niyə orta təbəqədən olan birini çağırmısan, belə ittiham etməyə ehtiyac yox. Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, "Mən fattara saimən kana lahu mislu ecrihi, ghayra annahu la yanqusu min ecri saimi şeyə." Yəni Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, bu hədisdə kim bir oruclunu yedizdirərsə, onun mislində savab qazanır. Oruç tutanın mislində savab qazanır və həmin kimsə, yəni oruç tutanın savabından da heç bir şey azalmır. Deməli belə anlaşılır ki, yəni istər orta təbəqədən olan bir müsəlman, istər varlı təbəqədən olan bir müsəlmanı belə iftar süfrələrinin gözəl mənəvi ab-havasından, hüzurundan məhrum eləmək doğru deyil. Bəlkə onlar da bir kasıblarla oturmaq istəyirlər. Çünki məlum olduğu kimi Peyğəmbərlərin əxlaqından idi ki, onlar kasıblarla oturmağı xoşlayardılar. Onda belə çıxır ki, varlı kasıbla oturmasın. Bu aspektdən də bunu iddia etmək yanlışdır. Təbii ki, dedik ki, xülasə cavab odur ki, kasıbların bu cür iftar süfrələrində üstünlük təşkil etməsi bəyəniləndir və tövsiyə olunandır. Buna təşviq edilir. Lakin biz varlıları və orta təbəqədən olanları bu gözəl mənəvi havadan məhrum etməli deyilik və həmçinin də onların Peyğəmbərlərin əxlaqından olan kasıblarla oturmağı sevməkdən də məhrum edə bilmərik. Bəli. Müəllim, bəzi iftar süfrələrində xüsusi yemək çeşidləri və israfçılığa şahid oluruq, hansı ki, bu artıq həddi keçir. Və bildiyimiz kimi çox vaxt iftardan sonra çox yemək israf olur və atılır. Bəli. Bu haqda nə deyə bilərsiniz? Və bu riyakarlığa gətirib çıxartmırmı?
Gözəl sualdır əslində. Doğrudan da yəni müzakirə olunan mövzulardandır. Razıyam ki, həqiqətən də çox israfçılıq halları baş verir və bunu müsəlmanlar çalışmalıdırlar ki, nizamlasınlar. İlk öncə Uca Allahın bu ayəsini xatırlamalıyıq. Uca Allah buyurur ki: "Və kulu vəşrabu və la tusrifu innehu la yuhibbul musrifin." Uca Allah buyurur ki, yeyin, için, israf etməyin. Həqiqətən də Allah israf edənləri sevməz. Və bu ayədən biz hansı faydanı götürürük? Yəni ye, iç, israf eləmə. Yəni yeməyi hazırlayanda elə hazırla ki, qonaqlara kifayət qədər olsun. Yəni sən burada adama deyərlər, nə etmək istəyirsən? Yəni çoxlu süfrəyə yəni 2 çeşid, 3 çeşid, 4 çeşid yemək qoymaqda bir problem yoxdur. Əgər o insanları vitaminli qidalarla təmin etmək məqsədi ilədirsə, inşallah ki, bu bir neçə çeşid yeməkdə problem yoxdur. Amma sən orada 10 çeşid, 15 çeşid, 20 çeşid süfrəyə qidalar qoyanda artıq bu israfçılığa girə bilər. Və çox hallarda girir. Lakin bir məsələ də var ki, biz yəni insanları, xüsusən də qonaqpərvərliklə tanınan xalqımızı bu məsələdə riyakarlıqda ittiham etməyə tələsmək biraz ağırdır. Şəxsən bunu mən məsələn israfçılığı deyirəm rahat ki, yəni burada israfçılıq baş verir. Bəli, bunu demək rahatdır. Çünki orada yeməklərin atılması halı baş verə bilər, artıq yeməklər ola bilər, növbə-növbə s. Hətta bu israfçılığın özünü belə deməkdə bir qədər çətinlik çəkir insan. Çünki insanlarımız qonaqpərvərlik baxımından yəni bunu eləyir. Görürsən ki, yaxşı niyyətlə eləyir. Qonağın qarşısında hər şey. Bəzi və həm də bizdə Azərbaycan xalqında belə bir təfəkkür var ki, düşünürlər ki, mən qonağın qarşısında xəcalətli olmayım, qoy onu ən yaxşı şəkildə ikram edeyim, qonağa daha yaxşı hörmətdən sayır bunu eləməyi. Ona görə də mən dedim, israfçılıqla bəli razıyam müəyyən qədər. Amma riyakarlıqda ittiham eləmək bir qədər ağırdır və bunu demək bir qədər cəsarət istəyir və daha düzünü Allah bilir, bəli. Ona görə də müəllim, bəzən kasıb müsəlmanlar bu iftar məclislərini görəndən sonra artıq iftar verməyə utanırlar. Nəticədə bu əməldən, bu xeyir işdən uzaq dayanırlar. Halbuki Allah Resulü sallallahu aleyhi və səlləm hədisində buyurur ki, yaxşı bir əməl olan şeyi kiçik görmə. Hətta qardaşının üzünə gülümsəmək belə olsa. Və ona görə buradan müsəlman bacı və qardaşlarımıza tövsiyə və nəsihət edirik ki, heç bir əməli kiçik görməsinlər və ruhdan düşməsinlər. Gücləri çatdığı qədər yaxşı əməllərə tələssinlər. Və bizi izləyənlər arasında analarımız, bacılarımız da var. Bildiyimiz kimi Ramazan ayında onların haqqı bizim üzərimizdə daha çox olur. Şək yox, bəli. Və Ramazan ayında bizə olan xidmətləri, qayğıları qarşısında biz bəzən onlara kömək etməyi, necə deyərdim, unuduruq və yaxud da səhlənkarlıq edirik və yaxud da ibadətlərlə yanaşı çatdırmırıq. Onlara layiqincə kömək etməyi. Və bu haqda fikirlərinizi bildirərdiniz. Bu haqda nə deyə bilərsiniz? Gözəl sualdır, həqiqətən də. İlk öncə Ramazan ayında analarımız, bacılarımız, qızlarımız, yoldaşlarımız, bütün müsəlman qadınlar, onların doğrudan da böyük əziyyətləri var, böyük xidmətləri var və bu çox təqdirə layiq bir haldır. Və həmçində onlara tövsiyə odur ki, üzülməsinlər, onlar çəkdikləri əziyyətlərə görə daha çox ibadət eləyə bilmirlər deyə üzülməsinlər. Çünki alimlər, bəzi fəqihlər qeyd ediblər ki, qadınlar Ramazan ayında çəkdikləri bu əziyyətlərə görə, ailədə göstərdikləri xidmətlərə görə, xüsusən də mətbəxdə çalışmalarına görə onlar ibadət və cihad babında qazanılan savabları qazanırlar. Təsəvvür edirsiniz? Yəni çox mühüm bir məsələdir bu. Ona görə də ilk öncə tövsiyə odur ki, bu xatırlatmadan sonra tövsiyə odur ki, bunun mükafatını Allahdan istəsinlər. Buna ərəbcə deyilir el-ihtisabul ecr indallah azza və cəl. Yəni bunun mükafatını uca Allahdan istəsinlər, gözləsinlər və bilsinlər ki, yəni onlar ilk öncə özlərini dedik ki, günahkar hiss eləməsinlər ki, mən daha çox ibadət eləyə bilmirəm, başım mətbəxdə qarışır falan. Bu üzüntüyə ehtiyac yoxdur. Zaten onlar savab qazanırlar, orucluya xidmət savabını qazanırlar və özləri də həmçinin digər tövsiyələrlə də inşallah bu ayın çətinliyini aradan qaldıra bilərlər. Onlardan biri də onlar, yəni bunu asanlaşdıran səbəblər var da, yəni bəzi səbəbləri qeyd eləyək ki, hansı səbəbləri yerinə yetirəndə, əda eləyəndə onlara bu çətinlik asanlaşacaq. Məsələn, onlar mətbəxdə olduqları halda Quran oxuya bilərlər, zikr eləyə bilərlər Allahın izni ilə və yaxud da hansısa bir faydalı dərsdə qoşub qulaq asa bilərlər, elmlərini artıra bilərlər. Əlhamdülillah, qədim dövrdə deyirik ki, müasir vasitələr var
və telefon var, internet var və rahat şəkildə analarımız, bacılarımız internetdən və ya telefon vasitəsilə Quran qoşub qulaq asa bilərlər, birbaşa özləri zikr edə bilərlər və yaxud da faydalı elmi, dini dərsləri qoşub dinləyə bilərlər. Elə mətbəxdə iş görə bunu edə bilərlər. Həmçinin tövsiyələrdən biri də odur ki, ailə üzvlərinin köməyindən istifadə etmək. İstər mətbəxdə olsun, istər evin təmizlənməsində olsun, yeməklərin hazırlanmasında olsun, bütün bu işlərdə ailə üzvlərinin köməyindən istifadə etmək olar. Bəzi görürsən ki, bəzi analarımız qızlarının köməyindən istifadə etmir və yaxud da bəziləri ev işində övladları kömək edə bilərlər və yaxud da evdə başqa qadınlar da var, kömək edə bilərlər, lakin onlara müraciət eləmir. İstəyir bütün savabı özü qazansın, lakin özünü faydadan məhrum edir, Quran oxumaqdan məhrum edir, zikirdən məhrum edir və s. Hətta həyat yoldaşı belə müəyyən ev işlərində kömək edə bilər, oğlu belə ev işlərində kömək edə bilər. Bu da təbii ki, yardımçı vasitələrdəndir ki, qadın daha çox vaxtını ibadətə ayırsın. Həmçinin tövsiyələrdən biri də odur ki, öncədən yeməkləri hazırlamaq və bu da çox faydalı vasitələrdən biridir ki, mən də hətta eşitmişəm ki, bəzi müsəlmanlar hətta Ramazandan öncə belə bir metoddan istifadə edirlər. Ramazandan öncə rahat hazırlanan yeməkləri, qidaları hazırlayıb soyuducuya qoyurlar. Artıq Ramazanda işləri bir qədər asanlaşır. Təbii ki, bu bir metoddur. İşi kökündən həll eləməsə də, bu da yardımcı vasitələrdən biridir. Tövsiyələrə əməl etməklə inşallah ki, dəyərli analarımız, bacılarımız, müsəlman xanımlar inşallah ki, Ramazan ayını daha faydalı, daha bərəkətli keçirə biləcək və öz ibadətlərinə daha çox vaxt ayıra biləcəklər inşallah. İnşallah. Müəllim, izləyicilərimizdən ən çox aldığımız suallardan biri də Ramazan ayının gündüzündə oruç tutmayan bir şəxsə yemək verməkdir. Yəni nəzərdə tutduğumuz evimizə gələn qonaqdır, hansı ki üzürsüz halda oruç tutmayıb. Ona biz çay və yaxud da yemək verə bilərikmi? Bu da çox gözəl sualdır. Çünki bəzən baş verir həqiqətən də istənilən bir müsəlmanın evinə qonaq gəlir. Və oruç tutmayanlarla bağlı bu mövzu həqiqətən də həm də həssas mövzudur. Bir qədər hikmətli olmağa dəvət edirəm bütün müsəlmanları. Həmçinin də şəriətin mövqeyini tətbiq eləməkdə diqqətli olmağa və ciddi olmağa dəvət edirəm. Şəriətin mövqeyi odur ki, bütün müsəlmanlar, yəni madam ki, insan özünü İslama nisbət edir və həmin gün oruç tutmayıb, bizə qonaq gələrsə, ona yemək vermirsən və ona başa salırsan, hikmətlə başa salırsan ki, yəni sən bu gün oruç tutmamısan və sənə yemək vermək, yəni İslam şəriəti baxımından doğru deyil, lakin bunu hikmətlə eləmək lazımdır. Yəni insanı incidərək və yaxud da arazı salaraq yox və əksinə elə başa salmaq lazımdır ki, o insan özünün günah iş gördüyünü başa düşsün. Çünki hər bir müsəlmana vacibdir bu günü oruç tutmaq, Ramazanın səhərini oruclu olmaq fərzdir, vacibdir və o müsəlmana hikmətli şəkildə bunu başa salmaq lazımdır. Ola bilər insanlar imanlarının zəifliyindən dolayı oruç tutmamaq bir yana qalsın, adamdan inciyə bilər. İnciyər ki, sən mənə niyə yemək vermədin? Ola bilər. Elə insanlar var ki, ya İslamda təzədir, ya görürsən ki, o məsələyə hikmətli yanaşa bilmir və kimdənsə küsür və bu məsələni nəzərə almaq lazımdır. Xülasə deyirik ki, heç bir müsəlmana İslam uləması icazəli görmür ki, Ramazan gününün səhəri, cəmaatın oruç tutan vaxtı bu qonaq gələndə ona yemək verilsin. Alimlər bunu icazəli görmürlər. Lakin burada başqa bir məsələ var. Əgər qeyri-müsəlman biri gələrsə, ola bilər kiminsə qohumunda ateist olsun və ya xristian olsun və ya yahudilik və ya başqa bir dində olan olsun, həmin vaxtı qonaq gəlsin. Ola bilər. Və yaxud da başqa bir qeyri-müsəlman ölkəsində bu baş versin. Bu məsələnin hökmü nədir deyə sual verilsə, çünki bu mövzu ilə bu eyni məsələdir. Sadəcə kiçik fərq odur ki, bu dəfə qonaq gələn qeyri-müsəlmandır. Müsəlman gələndə bildik ki, bir mənalı, yekli şəkildə ona yemək vermək olmaz və hikmətlə başa salır ki, nə üçün yemək verilmir. Lakin qeyri-müsəlman gələndə məsələnin hökmünə gəldikdə isə bu məsələnin əsli şəriətdə görəsən qeyri-müsəlmanlar İslam şəriətinin əhkamlarından məsuliyyət daşıyırlarmı deyə fiqh kitablarında bir bab var. İndi mən onun ərəbcəsini demirəm, qəliz olmasın deyə. Görəsən qeyri-müsəlmanlar İslam şəriətinin əhkamları barədə məsuliyyət daşıyırlarmı? Məsələn, namaz qılmadı, günah qazanır, oruç tutmadı, günah qazanır, həccə getmədi, günah qazanır, zəkat vermədi, günah qazanır. Bu mövzu alimlər arasında müzakirə olunubdur. Və xülasə odur ki,
cümhur alimləri, əksər alimlər, yəni o mənada ki, əksər alimlər deyiblər ki, onlar məsuliyyət daşıyır. Lakin biz deyirik ki, ehtiyatən, yəni onlara da yemək verilmir. Məsuliyyət daşıyırsa, yenə eyni qaydanı tətbiq eləmək, düzdürmü? Yenə deyirik ki, vermirik. Lakin ehtiyatən əksər alimlər desə belə ki, onlar məsuliyyət daşıyır, biz onlara yəni onlar məsuliyyət daşıyır, müsəlmanlarla eyni hökmdədirlər. Yenə də onlara da eyni şəkildə yemək verməyi çalışıb hikmətlə tərk etmək lazımdır. Daha doğru olan budur. Bəli. Müəllim, elə insanlar var ki, namaz qılmasalar belə Ramazan ayının hörmətini qoruyurlar. Bu ayda hətta günahlardan belə çəkinirlər. Bəziləri namaz qılmamaqlarına baxmayaraq oruc belə tuturlar. O insanlara nə nəsihət edə bilərdiniz ki, hətta bu mübarək ayda, bu mübarək gecədə namaza başlasınlar, ibadətə başlasınlar? Çox gözəl sualdır. Təşəkkür edirəm. Yəni doğrudan da hər Ramazanda danışılmağa ehtiyac duyulan mövzudur. İlk öncə təbii ki, bu təqdirə layiq bir haldır. O insanlar bu ayın hörmətini saxlayırlar. Bu ayda günah etməməyə çalışırlar və çalışırlar ki, müəyyən qədər Allaha yaxınlaşsınlar. Bu gözəl bir haldır. Bu ayın hörmətini saxlamaq ən mühüm məsələlərdən biridir və demək onların qəlblərində Allah xofu var və Allah Taala onun ayinlərinə hörmətlə yanaşanlar haqqında Qurani-Kərimdə buyurur ki: "Zəlikə və men yu'azzim şa'airallah fe inneha min taqval qulub." Allah Taala buyurur ki, bax belə, hər kim ki Allahın ayinlərinə hörmətlə yanaşarsa, şək yoxdur ki, bu qəlblərin təqvasından. Demək o insanların qəlbində bir Allah xofu var. Yəni bu aya hörmət doğrudan da gözəl haldır. Lakin burada həmçinin qeyd edirsiniz ki, bəziləri oruç tuturlar. Bu ayda oruç tuturlar, amma namaz qılmırlar. Yəni o insanların təbii ki, hamımız istəyir ki, namaz qılsınlar və hər bir müsəlmanın arzusudur ki, belə xeyrə can atan insanlara bir doğru yol göstərilsin. Təbii ki, namaz qılmamaqları bir qədər fərqli məsələdir. Yəni mən bu haqda olan söhbətlərdə görürsən ki, mövzunun qoyuluşuna görə biz onları rəğbətləndiриrik. Lakin burada o məqam deyil. Biz onlara tövsiyə etmək istəyirik ki, bir qədər diqqətli olsunlar və Allahdan qorxsunlar ki, yəni ilk öncə bilməlidirlər ki, namaz qılmamaq böyük günahlardandır. Namaz qılmamaq təhlükəli bir əməldir. İstər Qurani-Kərim, istər Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin mübarək hədislərində namaz qılmamağa qarşı təhdidlər var. Namaz qılmamağın necə təhlükəli bir əməl olması haqqında xəbərdarlıqlar var və insan Allahdan qorxmalıdır. Və namaz qılmayanlar gərək bu ayda heç olmasa ona can atsınlar və bu barədə düşünsünlər. Çünki bilmirik ki, kimin ömrü nə zaman tükənəcək, kimin əcəli nə vaxt gələcək və qorxsunlar ki, namazsız bu dünyadan köçərlər. Allahdan qorxsunlar ki, namazsız bu dünyadan köçənlərdən olmasınlar. Və təbii ki, İslam üləmasının, yəni cümhur alimləri tənbəllikdən namaz qılmayanları müsəlman görüblər. Lakin kimsə buraya götürüb arxayın olmasın ki, hə, mən tənbəllikdən qılmıram, mən müsəlmanam, inşallah yaxşı olar deyib keçməsin. Məsələ təhlükəlidir, məsələ ciddidir. Ortada Allahın və elçisinin namaz qılmayanlara xəbərdarlığı var və bu halda ölən insan Allahdan qorxsun ki, o halda ölsə, onu şiddətli bir əzab gözləyir. Çünki namaz qılmamaq böyük günahlardandır və dedik ki, namaz dinin dirəyidir. Yəni, sənin namazın yoxdursa, sən təhlükə altındasan, sən necə rahat ola bilərsən? Bu insanlar diqqətli olsunlar, Allahdan qorxsunlar və namaz qılmağa can atsınlar və namazın necə əzəmətli bir əməl olduğunu dərk etməyə çalışsınlar. Uca Allahdan istəyirəm ki, namaz qılmayıb oruç tutanlara, belə müsəlman qardaş və bacılarımıza gələn ilin Ramazanında başqa müsəlmanlarla məscidlərdə, evlərdə və müxtəlif yerlərdə çiyin-çiyinə namaz qılmağı nəsib etsin. Amin. Amin. Qonağımız olduğunuz üçün çox sağ olun Sahib müəllim. Ümid edirəm ki, bu söhbətimiz izləyicilərimiz üçün çox faydalı olar. Buyurun, siz də sağ olun. Mən də təşəkkür edirəm dəvətə görə. Allah hamınızdan razı olsun. Gələn həftə görüşmək ümidi ilə əziz izləyicilər. Suallarınızı şərh bölməsində qeyd etməyi unutmayın. Sağ olun, salamat qalın. Esselamu aleykum və rahmetullahi və bərəkatuhu.